Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Biz Noruz bayramının ərəfələrindəyik. Bayramlarınız mübarək olsun. Eviniz, eşiyiniz bol ruzi bərəkətlə dolu olsun. Bugün də mənim pişirdiklərimdir. Hələ ki, bugün qoğalı pişirdim mən. Bu qoğalımızdır. Bu da ki, kətədir. Kətəmizin içini yaxından bir dəfə də video çəkmişdim. Ləpələrin 4'ünü qarışdırmışdım. Qoz, fındıq, badam, bir də fıstıq. Belə o həmin içinə eləmişəm. Eynidir. Yəni kətən xəmirini keçən dəfə də videoda demişdim, amma qoğalın xəmirinə sadə yoğurmuşam da, yəni süt, yumurta, nə bilim, smetan, bunları vurmamışam. Ancaq maya, ilıq su, duz, bir də ki unumuz. Bundan da yoğurmuşam. Qoymuşam da gəlibdir. Bax, bu da körəkliyi, xırçıltısı. Bax, xart eləyir. Yəni ki, bu da belə. Bu da ki, mənim nəvəm qoğalı biraz yeyir. O şirin qoğal xoşlayır. Bu şor qoğaldır. Kətəyi də vapşı yemir, bu içi olduğuna görə. O həmişə kurabiyə xoşlayır. Eyni xəmirdir. Xəmirimizi rəngləmişəm. Bir porsiya reseptlə, yəni ki, çox cürə asorti eləyib kurabiyələr pişirmək olar. Bunun hamısının başlanğıcı 3 yumurta, 1 stəkan pesok, 1 stəkan yağ, ya 200 qram, ya 180 qram fərqi yoxdur. Bir qabartma, bir vanil. Biraz onu artıq da eləyə bilərsiniz. 3-5 yumurta fərqi yoxdur. Onda da ərzaqlar yenə də artır. Onunla da başqa rənglərlə, rəngsiz belə kurabiyələr pişirmək olar. Bu da bizim kurabiyələrimiz. Eyni reseptlə. Bu da ki qoğalımız. Bu da ki paxlava hələ eləməmişəm. Paxlavamın içidir. Bu da şəkər buranın içidir. Hazırlayan hər bir kəsədə nuş olsun. Hər bir evi işiyə bol ruzi bərəkət arzulayıram. Yenə deyirəm. Yenidən görüşmək ümidi ilə. Göz haqqınızı da halal edin. Sağ olun, sağlıqla qalın.